Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan Dərnəgül elektrik deposunda inşaat işlərinin böyük hissəsi yekunlaşıb və obyekt qismən istismara verilib. Metropolitenin gələcək fəaliyyətində və sərnişin sıxlığının azaldılmasına mühüm əhəmiyyətə malik olan infrastruktur 2025-2030-cu illər dövlət proqramına əsasən həyata keçirilir. Qeyd edim ki, ərazinin tikintisi üçün torpaq sahəsi 1986-cı ildən ayrılsa da, tikintiyə 2025-ci ildən etibarən start verilib və hələ də davam etdirilir. Yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsi sayılan Dərnəgül elektrik deposu bundan sonra yaşıl xəttdə müstəqil xidmət göstərəcək. Depoda qatarların təmir, baxış və qulluğu, gecələməsi və müxtəlif texniki proseslərin icrası üçün müasir şərait qurulub ki, bu da hazırda əsas yük daşıyan Nərimanov elektrik deposunun işini xeyli yüngülləşdirməyə imkan yaradacaq. Layihənin əsas mahiyyəti xətlərin ayrılmasına ibarətdir. Belə ki, bundan sonra yaşıl və qırmızı xətlərin ayrılması prosesinin icrası həyata keçiriləcəkdir. İlkin olaraq qeyd etmək istərdim ki, xəttləri ayırmaq üçün hər bir xəttin, yəni qeyd etdiyimiz yaşıl və qırmızı xətləri müstəqil şəkildə deməli, fəaliyyət göstərən deposu olmalıdır. Bununla da bağlı layihənin icrasına mərhələli şəkildə başlanmışdır. İlkin olaraq Dərnəgül deposunun yəni, tikintisindən start verildi və bununla da əlaqədar olaraq deməli, ümumilikdə 25 qanovdan hazırda 12 qanov istismara verilmişdi ki, burada qatarların yaşıl xətt üzrə hərəkət edəcək qatarların texniki baxışı, gündəlik istismarı təşkil olması üçün şərait yaradılsın. Qırmızı xətt üzrə hərəkətin təşkili Həzəstanov deməli, stansiyasından İçərişəhər stansiyasına qədər təşkil olunacaqdır. Yaşıl xətt üzrə isə Dərnəgül stansiyasından Nizami stansiyasına qədər təşkil olunacaq. Ümumilikdə deməli, xəttlərin ayrılması işlərinin tam olaraq yekunlaşdırılması 11 ay yaxın müddətdə planlaşdırılmışdı ki, bu müddət ərzində artıq deməli, birləşdirmə tunelinin inşasından sonra metropolitində artıq yaşıl və qırmızı xəttlər müstəqil şəkildə deməli, fəaliyyətini davam etdirəcək. Həmçinin deponun istismarı metropolitenda xidmət keyfiyyətinin artırılması və hərəkət intervallarının azaldılmasına zəruri təkan verəcək. Dərnəgül elektrik deposundan ilk hərəkət qatarını hərəkətə gətirmək təbii ki, mənim üçün böyük bir qürur hissidir, sevindirici bir haldır və inanıram ki, Dərnəgül elektrik deposunun fəaliyyəti nəinki metropoliten əməkdaşlarının işinin səmərəliyinə, eləcə də ən əsası sərnişinlərin təhlükəsizliyini təmin edən gediş və gəlişlərini istiqamətində müsbət rol oynayacaq. Qatarların hərəkətinin təşkili və təhlükəsizlik sistemləri, elektrik təchizatı xətləri, işarə vermə və rabitə avadanlıqları quraşdırılıb. 5 mərtəbəli dispetçerdən idarəetmə mərkəzləşmə məntəqəsi inşa edilib. Burada dizayn və memarlıq tərtibatı və digər zəruri tədbirlər hər mərhələnin tələblərinə uyğun davam etdirilir.